Ramal, sən də deyə bilərsən funksiyası nədir? Dərinin. De. Əlverişsiz temperaturdan, yırtıcı heyvanlardan, parazitlərdən qorunmaq. Parazitlərdən, bir də daxili orqanları xarici mühitdən qorumaq. Əsas iş ondan ibarət. Yaxşı, balıqların quruluşunu kim deyə bilər? Mən deyim. Balıqların dərisi pulcuqdan ibarətdir, müəllim. Bir də nə var? Orada biz dərinin özünün quruluşundan danışacaq, bir də vəzdən. Vəzləri. Vəzni nə? Selikli vəzləri var. O birisini sən də görüm, Amil. Amfibirlər. Mən amfibirlərim, bədən örtüyüm, çılpaq nəmdir. Mən dərdə çoxlu vəzləri vardır. Mən selik olan çoxlu vəzləri vardır amfibirlər. Quruda yaşayan balıqlardan nə? Quruda yaşayan... Mən orada çeşid vardır. Qurbağası və göl qurbağası. Mən quru qurbağası, yəni ki, quruda yaşayan qurbağadır. Göl qurbağası da göldə yaşayan. Nə olsun ki, onun yaşamağına da dəridən söhbət gedirik. Dəridə orada nə məsələ var? Mən birincidə dərisi mənimə... Sən onu gərək oxumamış deyəydin, değil mi? Mən birincidə quruda olan buynuzlaşmışdı dərisi. Ona nəm lazımdır mı? Ona selikli vəz lazımdır mı? Buynuzlaşırsa bəlkə ona lazım deyil. Yaxşı, de görüm, sürünənlər nətərdir, Ramal, onlarda nətərdir? Sürünənlərdə, məsələn, ilanlar, onların dərsi buynuzlaşmış olur. Buynuzlaşmış pulcuqlardır. Pulcuqlardır. Aha, sonra? Burada nə olur? Onlarda vəz var mı? Xeyr, onlar. Niyə yoxdur? Çünki dərsi buynuzlaşıb. Heç ehtiyat yoxdur. Çünki bir də ki, o buynuzlaşmış dəri, pulcuqlar, onları zədələnmədən qorumaq üçündür. Bəli. Mən ilanda dəyişə bilir də dərisini. Dəyişir də, nə olsun, heyvan da, insan da tükünü, insan yox, məməllər də tükünü dəyişir də, nə olsun, hamısı dəyişir, vaxtaşır dəyişir. Yaxşı, indi de görüm, quşlarda necədir? Deyim mən. Deyir. Mən quşların mənimə dərisi və buynuzu və lələklərlə örtürüm, üstü tüklərlə. Mən burada mən bir də var idi. Tük örtüyünün dəyişməsi mənə tülləmə adlanır. Ona nə dəxiyə, oxumayıbsan, avtomatik tuturam, belə irəkdən dərs oxumursun. Bunun büzdümün üstündə nə var? Büzdüm vəzi var. Yapmışdım, quşları mənimə. Quşlarda demişsiniz ki, piyləri olur, sonra o piyləri götürürlər, bədəninə krem kimi sürtürlər. Bədəninə krem kimi demədən, toyuğa krem mi çəkir? Demək ki, yeganə dəri vəzi piy ifraz edən büzdüm vəzidir. O da tükünə sürtür ki, o, məsələn, su quşudur, suya düşəndə onun bədəninə su keçməz. Başa düşdün? Qışın qış günü buz kimi suya düşür o. Başa düşdün mü? Heç olmasa soyuqda şey olmaz. Mən bir də orada dərdə var idi, 4 dənə. Tər, piy, süd, qoxu. Onu Ramal desin. Ramal de görüm o nədir? Məməllər də olan dərsi tüklə örtüldü. Vaxtaşırı onlar tükməm dəyişir. Onların dəri vəzləri tər, piy, qoxu vəzləri olur mənim dərsimdə. Bir də süd vəzi. Çünki məməllərin bağlaları olur. Onlara südlər olur. Biz bu ondan sonraki dərsə keçək. Biz bunun o bədən o dərsin adı onurğalı heyvanların xarici bədən örtüyü. İndi biz onurğalı heyvanların bədən hissələrini keçək ki, görək o üstünün dərisi idi. Amma indi bədən, əl, ayaq baxış görək burada nətərdir. Deməli, onurğalı heyvanlarda oxuyaq. Ramal, səliqəli, aydın, hündürdən oxu. Onurğalı heyvanların bədən hissələri, onurğalılar hansı bədən hissələrinin köməyi ilə hərəkət edə bilərlər. O heç o lazım deyil, ondan aşağı kimə keç. Onurğalı heyvanlar
fəal hərəkət sayəsində öz yaşayış məskənini dəyişərək yeni ərazilərə yayılır, yaşayış mühitindən və həyat tərzindən asılı olaraq onurğalıların müxtəlif bədən formaları və hərəkət orqanları var. Bunun sayəsində onurğalılar üzür, sürünür, dırmanır, yeriyir, qaçır, tullanır, uçur. Amil, sən onu izah elə. Bunu oxuduğunu mənə izah ver. Görüm o nə demək istəyir. Mən deyirəm, onurğalı olan heyvanlar fəal hərəkət edirlər və bir də öz yaşayış Fəal hərəkəti nə edir? Yəni yerini dəyişirlər. Buradan başqa yerə, oradan oraya, oradan buraya hər yerə gedirlər. Hərəkət nəticəsində. Sonra nə edirlər? Öz yaşayış məskənini dəyişərək yeni məskənlərə Bir də gəlir. onların bədən quruluşu yaşadığı yerdən asılı olaraq ora uyğunlaşır. Balıq yaxşı, balıq üçün balıqla ayaq lazımdır mı? İnsan kimi ayağı olsa suyun altında nə eləyər? Üzər. Üzə bilməz. Bizə üzgəc tutaq ki, bizim qolumuza, başımıza hər yerə üzgəc taxdı. Ya bizə bir metrə quyruq eləyəcəm. Bizim nəyimizə lazımdır? Ayağımız rahat gedir, əlimiz tutur. Bizə bunların heç bir lazım deyil. Ona görə də hansı canlı, hansı mühitdə yaşayırsa, onun bədən üzvləri ora uyğunlaşır. Başa düşdünüz uşaq? Biraz məntiqi məsələlərə diqqət yetirin. Bunun sayəsində onurğalılar üzür, məsələ sürünür, dırmanır, yeriyir. Məsələn, görsən, meymun ağacın başına çox rahatlıqla dırmana bilir. Quş rahatlıqla uça bilir. Yəni, bədən quruluşu yaşadığı mühitə uyğunlaşır. Bunu qulağınızda sırlayın. Gəldi, keçdi bura. Baxın, balığa baxaq. Bax, nəzər alın. Bircə dəqiqə. Mən telefonum da qoy görün bircə dəqiqə uşaqlar. Göndərəcəm sizə. Yadıma salın, dərsin axırında sizə cədvəl göndərəcəm. Bax, burada balığa baxın. Fikir verirsiniz uşaqlar. Baxdınız balığa. Balıq bizim boynumuz var. Bax, bədənimizdən qulaq asın. Bədənimizdən başımızı ayıran arada boyun var. Bax, fikir verirsinizmi? O boyun qurbağada yoxdur. Fikir verirsiniz? Balıqda var mı? Balıqda da yoxdur. Birbaşa bədənə bədəşir. Fikir verdinizmi? Bax, məməlilərdə var. İti göstərir. Fikir verirsiniz? İtdə var. İtdə də var. Quşda var mı? Bəli, var. Görsən quşda da var. Deməli, iki dənə. Bir suda, quruda yaşayanda yoxdur. Bir də balıqda yoxdur. Bax, vəzdə kimdə yox idi uşaqlar? Yadınızda saxlayın. Vəz hansılarda? Sürünənlərdə yox idi. Qalın hamısında var. Başa düşdünüz? Bax, burada gəldi balıqlara bax. Bax, balıqlarda da boyun yoxdur, qurbağalarda da boyun yoxdur. Başa düşdünüz? İndi görək balıqlardakı bu qəlsəmələr rol oynayır. Bax, balığı gözünüzün qabağına gətirin. Baş var. Başa düşdünüz uşaqlar? Gövdə var. Bir də quyruq var. Gördünüz? Boyun yoxdur. İndi bunun yan ətraflarına baxaq. Gördəki buradakı yan ətrafları burada nə rolunu oynayır? Bax, burada nə göstərir uşaqlar? Deyir ki, bu dərs keçəndə izah eləmişik sizə, mən bilən yox. Yox. Deyir, bax, balıqlar üzgəçlərin köməyi ilə hərəkət edir. Bax, bu üzgəçlərin köməyi ilə hərəkət edirlər. Çünki axolları hərəkət üçün lazımdır. Balıqların irəli hərəkətinə əsas rolunu oynayır uşaqlar. Quyruq. Quyruq. Başa düşdünüz? Bax, diqqətdən qulaq alsın. Quyruq rol oynayır, sonra hansını deyir? Balıqlar irəli hərəkətində əsas rolu quyruq oynadı, irəli getmək üçün. Balığın suyun dibinə, bir də yuxarı qalxması üçün fikir verirsiniz hansılardır? Bax, balığın suyun dibinə enərək və ya səthinə qalxaraq suda, bu isə başqa şahiddir. Suyun dibinə və enərkən ya da səthinə qalxarkən suda müvazinətini saxlamaq üçün cüt döş və cüt qarın üzgəclərindən istifadə edir. Başa düşdünüz uşaqlar? Bax, bu döş üzgəcini gördünüz burada. 2 dənədir. O üzündə də var, bu üzündə də var. Qarın üzgəci. O üzündə də var. Buna deyirlər cütdür. 2 tərəfində də var. Döş və qarın. Bax, bu döş üzgəci, bir də qarın üzgəci. O balığı yuxarı, bir də aşağı hərəkət elətdirir. Arxadakı balıq üzgəc irəli hərəkət elətdirir. Biri də var uşaqlar. Fikir verirsiniz, burada bel üzgəci var. Bir də
Aşağıda aral üzgəci var. Gördün mü? Bel üzgəçlərindən aral üzgəci. O bilirsən nə eləyir? Balığı belə saxlayır. Bax, fikir verirsiniz. Balığı qulaq asın, mənə baxın. Balığı belə əlməyə qoymur. Bax, belə saxlayır müvazinətini. Başa düşdün? Çünki suda axı bunun hər tərəfi. Bu su bunu qoymur. Bax, beləcə belə əlməyə qoymur. Belə saxlayır. Bu quyruq qabağa gedir. Qabaqdakılar bunu yuxarı aşağıdır. Bel üzgəçləri də nə eləyir uşaqlar? Yıxılmağa qoymur. Tutacaq. Başa düşdünüz? Bəli. Keçdik qurbağaya. Qurbağada nələr var uşaqlar? Qurbağada amfibillər var. Həm quruda, həm də su hövzəsində yaşayan onurğalılardır. Suda, quruda yaşayanlardır. Onların bədəni baş, gövdə və ətraflardan ibarətdir. Görsən bədəni, ayaqlar gəlib birbaşa birləşib ətrafa. Bu bədənə birləşdi. Bu nədən ötəridir? Göl qurbağasının arxa ətrafları ön ətraflardan daha uzundur. Görürsünüz, böyükdür. Balaca, qabaqdakılar balacadır. Olduğuna görə sıçrayışla hərəkət edə bilirlər. Yəni bunlar hərəkət edəndə uşaqlar, qurbağalar görürsünüz, yeriyə gitmir, hoppana gedir. Fikir verirsiniz mi? Bu ayaq ətrafların böyük olması ondan ötəridir. Yəni hər bir bədənin onun bədən üzvləri yan ətraflarda əsas onun hərəkəti üçün formalaşır. Bax, görürsünüz, balığın bütün ətrafındakiler onun yüzməyi üçündür. Bu qurbağadakı arxa ətrafın böyüklüyü onun hoppanmağı üçündür ki, hərəkət eləsin. Başa düşdünüz? Arxa ətrafın barmaqlarının arasında nə var uşaqlar? Üzmə pərdəsi var. Axı çünki suda da üzürlər. Görürsən, bəzi heyvanlar var. Hansılar? Ördəklərin ayaqlarının arasını görmüsünüz. Onlarda da pərdə var. Çünki onlar suda yüzməyə xoşlayan heyvanlar, quşlardır. Hamısının ayağının arasında pərdə var. Timsahda da var o ayağının arasında pərdə. Buna fikir verdiniz. Deməli, qurbağada nə var uşaqlar? Qurbağada baş var. Maman gəldisə denən Amir, ona söz taşıracağım. Mama bir dənə gəlsin də yaxına. Bax, burada görürsünüz, baş var, gövdə var, arxa ətraf var, bir də ön ətraflar. Bunu başa düşdünüzmü? Bəli. Bu amfibillərdir. Keçdik sürünənlərə. Sürünənlərə fikir verirsiniz uşaqlar. Sürünənlərdə nə var əlavə? Böyük bir quyruq var. Fikir verdiniz? Boyun, burada artıq boyun var. Başı hərəkət elətdirmək üçün o bu üzə. Sonra nə var? Ön ətraflar var, gövdə, arxa ətraflar var, quyruq var. Gördünüz? İndi burada nə deyir? Sürünənlər çox qısa ətrafları olduğuna görə quyruq bu hərəkətə iştirak edir. Ayaqları balacadır. Fikir verdinmi? Ayaqları balaca olduğuna görə quyruq buna tənzim edir, hərəkətinə kömək edir. İlanların ətrafları yoxdur. Timsahların ayaq barmaqları arasında isə üzmə pərdəsi var. Görsən, fərqli-fərqlidir, çoxdur. Bunların haqqında danışdım. Ramal, de görüm nə danışdım mən? Bunlardan nə yadında qaldı? Hamısını. De, tez. Mən burada müəllim ilandan da... Balığın nəyi var? Şəkilə bax, tez. Balığın müəllim başı var. Bir dəqiqə, Ramal, bir dəqiqə. Gəldin mi? Mən elə bildim, Amir, dedim mən burada olanda arası gələcəm marketə zada gedir. Mən gəndə danışarsınız. Tamam, yaxşı. Baxın şəkillərə. Nə var şəkildə? Balıqda nə var? Baş, döş üzgəci, qarın üzgəci, gövdə, anal üzgəci, quyruq üzgəci, quyruq, bel üzgəcilər. Ayşə, burada quyruq nədən ötəridir? Mən əyilməsin, mən ona görə. Üzməkdən. Üzməkdən ötəridir, qabağa üzməkdən ötəridir. Döş üzgəcindən qarın üzgəci nədən ötəridir? Aşağı, yuxarı hərəkət eləmək üçün. Aşağı. Çünki hər tərəfə hərəkət eləməlidir axı. Hər hərəkəti hərəsinin özünün funksiyası var. Bel üzgəcindən qarın üzgəci, bir də aran üzgəci düz durmaqdan ötər. Müvazinət hesablamaq. Bax, qurbağaya bax. Qurbağada nə var? Baş var. Bunda da gövdə yoxdur. Arxa ətraf var. Boyun yoxdur, gövdə var. Ön ətraf var.
Deməli, arxa ətraf böyükdür, hoppanmaq üçündür. Bunu bildik. Ayaqların da arasında pərdə var. Sonra gəldik sürünənlərə. Bax, sürünənlərdə görürsən, burada bu kərtənkələ göstərib, bunda quyruq böyükdür, çünki ayaqları balacadır, ona kömək eləyir hərəkət eləməyinə. Boyundakı var. Baş, boyun və gövdə, bir də quyruq. Arxa ətraflar, ön ətraf. İlanlarda yan ətraflar yoxdur, timsahların ayağının arasında pərdə var. Bunu göstərir. Bu hamısının öz hərəkətinə uyğunlaşır. Gəldik burada quşlar haqqında. Uşaqlar, quşlar necədir? Bax, quşların bədən, başı var, boynu var, gövdəsi var, yan ətraflar qanaddır, quyruq var, bir də ayaqlar. Gördünüz? Deməli, uçmaqla əlaqədar olan quşların ətrafları qanadlara çevrilib, pinqvinlər də dəvəquşların kimi bəzilərində yoxdur. Oxu görüm amildalını. Quşlar üçün quşların bədəni baş, boyun, gövdə, quyruq və ətraflara bölünür. Uçmaqla əlaqədar olaraq quşların ön ətrafları qanadlara çevrilib, pinqvinlər, dəvəquşlar kimi bəzi quşlar uça bilmir. Quşların uçuşunda qanadlar və quyruq hissəsində olan iki lələklər mühüm rol oynayır. Quyruq lələklərinin köməyi ilə quş uçuşunu istiqamətləndirir və yerə enərkən sürətini tənzimləyir. Ay, sağ ol. Deməli, qanad uçmaq üçündür. Quyruq onu yenə enərkən tənzimləmək üçün. Bax, təyyarələr də quşlara bunun quruluşunu verirlər. Azazıyım. Sonra gəldik məməlilərə keçdik. Məməlilərin şəklinə baxın, uşaqlar. Şəkildə nə var? Baş var, boyun var, gövdə var, quyruq var, arxa ətraf var, ön ətraf var. Quyruq da yan ətraflarda, bunlar da məməlilərin növlərindən asılı olaraq dəyişir. Eləsi var, onda quyruq yoxdur, eləsi var, yan ətraf, bax, görsən, pəncəlidir, eləsi var, bizi kimi əldir, hərəsi bir cür. Deyir ki, məməlilərin bədəni baş, boyun, gövdə, ətraflar və quyruqlardan ibarət. Bəzi məməlilərin ətrafları pəncə, görürsən, burada pəncədir. Bəzilərində qanad, bəzi məməlilərdə qanaddır. Bəzilərində isə üzgəc və ya kürək şəkillidir. Üzgəc balıqlar var, məməlilər balıqlar, balinadır. Deyibində onlar bala verirlər, doğurlar, onlar kürü töhmür. Ətrafların əsas funksiyası dayaq və hərəkəti təmin etməkdir. Ətraflar var, onun dayaq nöqtəsindən, dayaq verir, qoymur onu. Oradakı, bu balıqdakı üst üskəclər kimi. Bəzi məməlilər ətraflarının köməyi ilə qida əldə etmək, torpaq qazmaq, əşyaları tutmaq, daşımaq, düşməndən müdafiə etmək kimi digər funksiyaları yerinə yetirir. Bunu oxu görüm, Raman, burada nə dedik biz? Mən quşlardan başlayım. Yəni, quşlardan, dan deyə bilərsən quşlardan. Mən quşlardan dedik ki, mən uçan onurğaldır. Mən baş, boyun, gövdə, qanad, quyruqdan ibarətdir. Bədən hissəsi. Mən qanadı ətraflı onun qanada çevrilir, uçmağına kömək edir. Uçur. Bəli, deyil, qulaq asıram. Mürəssəri uçuşunu istiqamətləndirir, yerə nerə sürətini tənzimləyir. Başa düşdün, qanad nədən ötəridir? Uçmaqdan ötəridir. Quyruq nədən ötəridir? Yerə düşəni tənzimləmək. Tənzimləmək. İndi məməliləri də görək, məməlilərdə nə var? Məməlilərdə baş, boyun, gövdə, quyruq, arxa ətraflar, bir də ön ətraflardan ibarətdir. Şəkili gözünüzün qabağında saxlayın. Sonra. Bəzi məməlilər pəncə, bəziləri qanad, bəziləri də üzgəc və ya kürə şəkillidir. Yəni, bunların ətrafları fərqli-fərqlidir. Başa düşdün, əksəriyyətində hamısında bədəni baş, boyun, gövdə, ətraf və quyruqdan ibarətdir. Gördün, baş, boyun, gövdə. Bunları ümumi deyir, uşaqlar. Ətrafları sonra deyir. Fikir verirsinizmi? Hamısının birinci bunları deyir. Bizi deyir ki, bunu görün uşaqlar.
Mən sizə bir dənə burada göstərəcəm. Görün bizim burada bizim əvvəl mən uşaqlara göndərmişdim. Allah evi qala. Mən onlara göndərmişdim. Bunlar coğrafiyadır. Görün bunlar cədvəl hardadır. Üç öyrənmə prinsipləridir. Bu tarixə aiddir. Bu enerjidir, bu fizikaya aiddir. Görün hardadır. Dərsin lap əvvəl hissələrindədir. Hamısı dərsdir. Coğrafiyadır, bunlara qədər vacib deyil. Atomun quruluşudur, bu lazım deyil. Maşallah, o qədər material var ki. Hə, uşaqlar, bax, buna fikir verin. Bu dəqiqə açacağım. Evet, burama. Uşaqlar, bax, bu görürsünüz bunu paylaşım. Görürsünüz, yoxsa bunu paylaşmaq mı lazımdır? Deyil mənimlə. Mən istəyirsə qrup atın paylaşım. Qrupdadır da, uşaqlar, buradadır. Ya bunu sizin bəlkə özünüzə atın. Mən istəyirsə atın paylaşım. Mən bunu atım sizə. Yox, var da, burada sizin özünüzə atıram. O görün, bircə dəqiqə uşaqlar, gəlim sizə. 7 ramal. Ramalın anasına gedik. Pramoyda ramalın anasına gedirik. Ona getdi. Bir də qoy görək. Dedim, havaya baxır. Bir havada çölə çıxarsınız. Külək dağıdır. Bunu getdi. Sonra görək kimə göndərək. 7 Amil. Gəldi mi uşaqlar, gör. Mənə gəldi. Deyəsən, Ramala gəlmədi. Ramal, sən... Gəldim. Hə, tamam. Uşaqlar açıb baxa bilərsiniz, yoxsa yox? Mən açıram. Bax, o cədvəli gördünüzmü? Paylaşım ekranı yoxsa yox mənimlə? Bəli. Mən ekranı paylaşım yoxsa yox? Paylaşa da bilərsən, baxa da bilərsən. Bax, bu sizə öyrətdiklərimdir. Bunların hamısının cədvəli var uşaqlar. Bax, görürsünüz, hamısını uşaqlara keçmişəm. Hansında nə var, nə yox, yoxdur, yazılır. Amma ən yaxşısı şəkillə yadda saxlamaqdır uşaqlar. Ən gözəli şəkillə yadda saxlamaqdır. Şəkil heç vaxt yaddan çıxmır. Mən görsənir. Görsənir, hə. Bunlara baxacaqsınız. Bunu vaxt gedir, Amil. Bu qalsın, bunu baxacaqsınız evdə. Biz dərsimizə girək. Bunu özünüz baxacaqsınız. Çünki vaxtında uşaqlara tərtib olunubdur. Bunu ən çox şəkillə yadda saxlanır. Mən bunların hamısını ispitaniyadan keçirmişəm. Baxmışam ki, ən yaxşı şəkildir. Bunları başa düşdünüzmü uşaqlar? Bax, bu heyvanların şəkilləri. Bax, mən heç ora baxmıram. Balıqla yadımdadır ki, bilirəm ki, balığın başı var, gövdəsi var, quyruğu var, üzgüçləri var. Hər üzgəçlərin özünün funksiyası var. Sonra gəlirəm, şəkillə baxıram. Şəkli yadımda saxlamışam. Məsələn, sonra amfibillərə baxıram. Başı var, bədəni var, bir də ayaq ətrafları, arxa ətrafları böyük olur, kömək olur. İçinə çox girmirəm dərs. Sonra gəldim, Amil başın çox hərəkət edir, bir yerdə dur, amma çalış telefonu aşağı qoy, bədənin rahat görünsün. Sonra sürünənlərə gəlirik, baş var, boyun var, bədən var, sonra nə var? Sonra yan ətraflar var, quyruq var. Sonra quşlara gəldik. Bax, quşun başı var, boynu var, qanatları var, ayaqları var, ondan sonra quyruğu var. Sonra gəldik məməllərə. Məməllərin başı var, boynu var, gövdəsi var, quyruğu var, yan ətrafları var. Yəni, hər şey var.
Yəni bunların da hamısının izahını verir. Uşaqlar, biz bu dərslər nəyə aid idi? Onurğalı heyvanlara. Yadınızdadır? Hə? Amfibillər, məməllər. Ha. İndi biz Var. nədən danışırıq uşaqlar? Onurğasız heyvanlar. Onurğasız heyvanlara baxın bir dənə. Axşam yerə dərsə girirdiniz, uşaqlara dərs izah edirdiniz. Mən. Ha, səhifə 12. Maldan yaşayırım. Bilirsən? Bəli. Bax, deməli uşaqlar, onurğalı heyvanlarla onurğasız heyvanların haqqında danışır. Deyir, onurğasız heyvanların sayına görə üstünlük təşkil edirlər. Bir də ki, bunlar bu və heyvan və bitki orqanizmlərdə parazit deyirlər. Bundan qabaq yazmışdım uşaqlar parazit deyilmələri haqqında. Yazmamışdım. Görürsünüz, bunlar başqa canlıların, bitkilərin bədənində parazitlik eləyə bilirlər. Başa düşdünüz? Hə? Öyle. Hə. Onurğasız heyvanlarda müxtəlif bədən quruluşuna rast gəlinir. Amil, sən rahat bir yerdə duruyor, ekran səndə çox hərəkətlidir. Hə. Deyir ki, bunlar bədən quruluşlarını, bunların bədən quruluşları dəhşətli dərəcədə çoxlu fərqliləri var. Yəni çoxdur. Həm sayları çoxdur, həm də bədən quruluşuna görə çox müxtəlifdirlər bunlar. Sonra bunlar nədə yaşayır? Bir çoxu yaşadıkları mühitin şəraitində çox yaxşı uyğunlaşırlar. Orada adam deyir, özünü suda balıq kimi hiss edir. Bax, elə bir səviyyədə uyğunlaşırlar. Həlqəvi qurtlar. Uşaqlar, bu bədənlərinə fikir verirsiniz bunların həlqə. Elə bil ki, bir dənə kalbasadır, təsəvvür eləyin də. Kalbasanın belini belə kəndirlə sıxıbsan, sıxa gedirsən, belə halqa gəbərlər. Başa düşdünüzmü? Başqa bir formada fikir verirsiniz. Hə. Həlqəvi bağırsaq boşluqları. Fikir verirsiniz, burada bunların bağırsaq boşluqlarını göstəriblər. Planktonların da fikir verirsiniz, göstərir hamısını. Meduziyada da bax, bunların hamısını göstəribdir. Sonra dəyişik nədir bu nədir? Dəri sünk işıq da göstərmir buranı. Dərisi tikanlılar. Hə. Sonra mollusklar, buğum ayaqlılar və geniş yayılmış onurğasız heyvanlar. Mən bu 5-in bilirəm hamısı. 5'in hansı 5'ini? Buradakı heyvanları mı? Bəli, həlqəvi qurtlar, bağırsaq boşluqlar, dərisi tikanlılar, mollusklar, bir də buğum ayaqlılar. Yaxşı, qoy danışım daha yaxşıdır. Sən tez cavab verir. Uşaqlarla bərabər imtahanınızı keç tarixə girəyim. Həlqəvi qurtlara müxtəlif mühitlərdə rast gəlinir. Onlar torpaqlarda, fikir verirsiniz uşaqlar, torpaqlarda yaşayırlar bu həlqəvi qurtlar. Onlar torpaqların səthində və yeraltı hissədə şirin duzlu su hövzələrində yaşayırlar. Okeanlarda bu heyvanların bəziləri suda üzür, digərləri isə suyun dibində az hərəkətli olurlar. Həlqəvi qurtları bildik. Deməli, buraya qədər nə öyrəndik uşaqlar? Öyrəndik ki, bunlar sayda çox üstündülər, yaşadığı mühitə çox yaxşı alışırlar. Bir də heyvanların, bitkilərin bədənində parazit deyirlər, o birisilər yox. Mənə qulaq asın, sözüm yarımçıq kəsib sizdən soruşacağım, nə dedim. Ondan sonra deyirik ki, bu həlqəvi qurtlardan bağırsaq boşluqlar 1, dərisi tikanlılar 2, sonra mollusklar, buğum ayaqlılar, geniş yayılmış, onurğasız heyvanlardır. Uşaqlar, bunların heç birinin belinin içində onurğa yoxdur. Bəli. Onurğa söhbəti yoxdur bunda. Bayaq 5 dənə də var idi, amma bunlarda yoxdur. Bunlar da ki, nə də bu torpağın altında, üstündə, şirin suda, duzlu suda hər yerdə yaşayırlar. Bunların yaşayış yerləri bura. Sonra nə danışdım mən buraya kimi də görüm ay Amil. Mən danışdığınız kimi heyvan və bitki orqanizmlərində parazitliklə nümayəndələr də var. Amma orada 5 dənə vardı. Həlqəvi qurtlar, bağırsaqlı boşluqlar, dərisi tikanlılar, mollusklar, bir də buğum ayaqlılar. Niyə onlara buğum ayaqlılar deyirlər? Deyə bilərsən? Çünki onurğaları yoxdur. Yox. Aç. Ayaqlar buğum-buğumdur. Ay, adını deyir də. Burada nə var ki? Aç şəklə bax. Aç. 16'ya bak. Bak fikir verdim 16'daki. Bak acı hörümçəyə bax. Hörümçəyin ayaqları nətərdir. Bak belə buğum-buğum. Fikir versən buğum-buğum. Mən keçən gün bunu sizə dedim, yoxsa bu uşaqlara danışmışdım, bilmirəm.
Gördüm ay Amil, ayaqlarına baxdın mı? Hə? Bəli. Bu tərəfdəki şəkilə bax. Bu tərəfdəki şəkil nədir? Arıdır ya, birinci cüt. Bu nəyin şəkli? Arıdır. Arının ayaqlarına fikir verirsən? Ha? Bəli. Ayağına fikir verirsən nə təridir? Bütün ayaqları buğum-buğumdur. Yuxarıda çay xərçənginə bax. Onun ayağı nə təridir? Buğum. Bax burada hörümçəklərə bax, tırtıla bax. Hamısı su böcəyinə bax. Hamısının ayağı bu. Ona görə bunların adına deyirlər buğum ayaqlılar. Və 18-də də şəklini göstər. Görsən necədir ayaqlar? Hə, uşaqlar? Bunlar obrisinə bax, molluska. Molluskada orada ayaq söhbəti yoxdur. Molluskada nədə görürsün? Üstündə çanaq var. Bunun izahını verir. Neyse, gələk buradan dərsimizə qaydaq. Deməli, onlar harada yaşayırlar? Ramal, bax orada həlqəvi qurtların yaşayış yeri harada? Müxtəlif yerdə yaşayır. Şirin suda, duzlu suda, bir də hövzələrdə. Mən birbaşa sizə sualları keçdim. Siz suallara cavab verə bilərsiniz. Suallarla, uşaqlarla bərabər sualları hazırlaya bilərsinizmi? Bəli. Uşaqlarla bərabər sualları hazırlayacağım. Zaten bilirsiniz, bu sizə kimi çətin gəlmir ki. Sonra uşaqlar gəldi buradakı şəkillərə bax. Bax, buradakı şəkillərə deyir ki, bu heyvanların bədəni eyni segmentlərdən, buğumlardan ibarətdir. Uşaqlar, burada nədir? Burada harası buğumdur? Diqqətlə oxuyun görüm. Buğum onun harasındadır ki? Başdakı cümləni oxuyun. Bədəni eyni segmentlərdən. Bədənində. Ondan sonraki bayaq hörümçəklərin arasındadır buğumlar. Ayağında. Amil açdı, aç Amil, bağlama, aç. Gördünüz mü? Ha? Bax, bunların bədənlərindədir. Buğumlardan ibarətdir. Bir çoxlarının üçün xarakteri xüsusiyyət onlarda qılcıqların olmasıdır. Əksəriyyətində qılcıq var. Qum qurdunda var, pereiddə belə qılcıqlar çoxdur. Bax, görürsünüz pereid butana, bax, görürsən nə qədərdir. Bunda qılcıq çoxdur. Onların bədənin buğumların yan hissəsində yerləşən ayaq pərlərinin üzərində olur. Bax, bu pulcuqlar ayaq pərlərinin yan hissəsində olur. Qum qurdunda onlar bədənin buğumlarının yan hissəsində. Yəni, elə bil ki, bax, belə hərəkət edəndə eşidirsən, baxın mənə. Bax, bu buğumdur da, belə gedir. Bax, bu yan hissədə olur. Yan hissəsində yerləşir. Ayaq pərlərinin üzərində olur. Elə bil ki, bax, buradakı ayaq rolunu oynayır da. Bu qurtlar ayaq pərləri vasitəsilə üzürlər. O da görünmür. Bax, gərək ona mikroskopla baxasan ki, görəsən. Biz burada danışdıq nədən? Bu heyvanların bədənlərindəki buğumlardan danışdıq, bədənindəki bir də qılcıqlardan danışdıq. Sonra gəldik aşağı həlqəvi qurtların dəri və əzələlərdən ibarət dəri əzələ hissəsi var. Bax, bu həlqələrdə uşaqlar, siz olur, yaşıl olur, belə tırtıldır, nədir? Kəpənəkdə tutmamışdan qabaq, hə? Qırxayaqdır. O necə yerir? Yarpağın üstə baxmısınız? Bəli, məmə sürünə. Həm əzələrini yığır, həm də qıratda ayaqları var, bu ayaqları kimi. Bax, görürsünüz. Bax, bunun yanındakı çıxıntılar var. Əzələrini açıq yığmaqla gedir. Başa düşdünüz? Bəli. Həlqəvi qurtlardan dəri və əzələlərdən ibarət dəri əzələ hissəsi var. Dəri altında həlqəvi, onlardan altında isə uzunluğuna yerləşən əzələlər var. Bax, o həlqəvələrdən uşaqlar, o həlqələrin özündəki əzələlər bax, belədir, yumru-yumru. Mənə baxın. Amil, bax, o həlqəvələrin içində belə yumru-yumrudur. Bir də onun içində uzun əzələ var. Başa düşdün? Hə. Bu əzələlərin növbə ilə yığılıb açılması həmən tırtıldakı kimi səviyyəsində olan hərəkət edə bilirlər. Zəlidə isə bədənin ön və arxa tərəfində sormaçlar var. Zəlinin ağız hissəsini görürsünüz uşaqlar. Bir ağız hissəsində, bir arxa hissəsində sormaçlar. Ondan o apteklərdə görürsünüz, bankaya yapışırlar. Orada da elə çarına yapışırlar, harası hərəkət edirlər, ondan gedirlər. Hər iki sormaç vasitəsilə hərəkət edən zaman müxtəlif əşyalara yapışırlar. Onlarda ayaq çıxıntıları və qılcıqlar olmur. Bunlarda ayaq çıxıntısı yox, qılcıqlar yox. Ağzında və arxasında sormaçlar var, ondan yapışır. Başa düşdünüz buyurun. Bəli. Deməli, nədən danışdıq? Zəlidən danışdıq.
boğum ayaqlarında qılçıqların olmasından danışdıq. Şeydir bu qum qurdu, bir də ki nədən danışdıq? Periyot. Bundan danışdıq. Periyotdan danışdıq. Bunların əzələ sistemindən danışdıq. Uşaqlar. Bir də bu zəlinin sormaçlarından danışdıq. Keçək aşağıdakı görək bu aşağıdakı nədir? Bağırsaq boşluqlardan danışaq uşaqlar. Görək bu bağırsaq boşluqlar nədir? Bağırsaq boşluqların bir çoxu dəniz və okeanlarda, bəziləri isə şirin su hövzələrində yaşayırlar. Onlara həm suyun üzərində, həm də dərinliyində rast gəlmək olur. Bax, bu bağırsaq boşluqlar. Görsən, aşağıda şəkillərini göstərir. Bağırsaq boşluqlarının fəal hərəkət edən və pasiv oturan həyat tərzi olur. Sonra buradakı birinci, görürsünüz bu mərcan polipləri. Bunlar pasivdilər. Amma bu digər meduzalar hərəkətlidirlər. Fikir verdiniz? 2 yerə bölünürlər. Fəal hərəkət edən 1, pasiv oturaq həyat tərzi sürən 2. Mən bilirəm ki, biri var ki, mən tez hərəkət edirəm, biri də var ki, mən ancaq oturan dərincək kimi. Oturub orada, mərcan daşlarının üstündə oturub ölçün, orada yaşayırlar. Bağırsaq boşluqları oturaq həyat tərzi keçirən nümayəndələri polip, fəal hərəkəti isə meduza adlanır. Görürsünüz meduzalar. Bunlar görürsünüz içi belə papaq kimidir. Ayaqlar kimi də oradan belə bir şey çıxırlar. Onun içinə belə suyu yığırlar, sonra o suyu itələdikcə yuxarı qalxırlar. İçəridəki suyu itələdikcə yuxarı qalxırlar. Başa düşdünüz? Hərəkət sistemi odur. Poliplər döşənək. Bax, görürsünüz buradakı, fikir verirsiniz uşaqlar. Bax, belə bir ağız hissəsi buradadır. Burada da qolçuqlarıdır. Bu da döşənək. Aşağıdan yapışırlar aşağı hissəyə. Poliplər döşənək hissəsi ilə sudakı cisimlərə və ya dib çətiyə yapışırlar. Bədəni qolçaqlar ilə əhatə olunmuş ağız hissəsi yuxarıda yerləşir. Gördün, ağzı yuxarıdadır. Bu da qolçaqlardır. Görürsən, görünür orada hərəkətlər edir. Aşağı hissəsi də dibə yapışır. Poliformalı bağırsaq boşluqlar birlikdə ov etməklə düşməndən qorunmaq üçün koloniyalar halında yaşayırlar. Koloniya, yəni uşaqlar, toplam halında yaşayırlar. Koloniya demək. Kireç şəkilli skeleti olan polip koloniyaları şaxələnmiş budaqçıqlar şəklində olur. Bax, burada görürsünüz, burada göstərir. Hamısını şaxələnmiş budaq formasındadır. Deməli, biz poliplərdən danışdıq. İndi də meduzalardan danışdıq. Görək, meduzalar nədir uşaqlar? Bax, əksər bu tərəfə, 14. Əksər meduzalar hərəkət tərzi, hərəkətli həyat tərzi keçirirlər. Çətirə bənzər bədənlərin aşağı hissəsi, qolçaqlar və ağız yerləşir. Uşaqlar, fikir verdin mi? Bu tərsindədir. Ağız hissəsi aşağıdadır. Buradan da içindən də görürsən, bunların qolçaqları aşağıya doğrudur. Tamamilə polipin əksinədir. Fikir verdiniz? Bir də tamam onun əksinədir. O oturaqdır, bu hərəkətlidir. Onun ağzı yuxarıdır, bunun ağzı aşağıdır. Fikir verirsiniz? Meduzalar reaktiv hərəkət prinsipi ilə üzürlər. Onlar öz çətirlərinin içindən suyu püskürərək hərəkət edirlər. Baxın, reaktiv sözü fizikada da var. 8-ci sinifdə fizikada keçəcəksiniz. Yəni ki, özündən kənara itəlir. O içinə yığdığı suyu itələməklə içəriyə, yuxarıya doğru hərəkət edir. Bax, sizə bir dənə göstərəcəm. 8-ci siniflərin dərsini keçirəm orada sizə bax. Bax. Burada bax uşaqlar, fikir verirsiniz. Bu hərəkətlərdir. Bax, fikir verirsiniz, bu hərəkət. Bax, bu reaktivdir. Fikir verirsən, bu pəri təliyir, özünü qabağa gedir. Özündən də çıxan qazlar aşağı gedir. Dərsin adı nədir? Nədir dərsin adı? Reaktiv mühərrik. Həmən bax, belə heyvanların hərəkət tərzinə baxıb o sistemləri yığırlar. Başa çıxdınız? Bax, belə. Meduzalar mənə o hərəkət edirlər mənə o belə eləyəndə. Onda da mənə eləyəndən sonra mənə elə bir ki, suda mən belə şeylər qalır, püskürmək kimi bir şeylər.
İndi o nə yediyi ilə, içdiyi ilə, nə buraxdığıyla asılıdır. Amma biz onun əsas quruluş və hərəkətinə baxırıq, funksiyasına, quruluşuna baxırıq. Hə? Şəkilləri qalır elə Ay, belə bir şey. Biz bunu başa, onun işıq saçanı var, o qədər növləri var, dərinlikdə olanı var, düzdə olanı var. Nəysə, çox dərinliyə getməyək, əsas dərsimizin prinsipini yadda saxlayaq. Deməli, biz burada nədən keçdik uşaqlar? Bu dərs nədən ibarət idi? Mən deyim. Hə, bu dərsin haqqında nədir? Bax, bu dərs nədən keçdik? Ondan Qabaqki dərs nədən idi? Bundan qabaq Bilmədən nə var ki, bilirsən? onluğu heyvanlar belənsir. Bax, bilirsən, biraz beynin işlədinə, tez oraya qaçma. Beynindəkini fikirləşinə ki, mən nə keçdim. Beynini qurdala, kitabı qurdalama. Yaxşı? Uşaqlar, mən çox araşdırdım. Bax, kim uşaqlar niyə belə çətin dərsi? Kim dərsi diqqətlə qulaq asırsa, o uşaq daha tez götürür, əziyyət çəkmir oxuyanda. Sadəcə adama diqqətlə qulaq asmaq lazım. Bax, burada onalarsız heyvanların bədənin əsas hissələrini öyrəndik. Həlqəvi qurdlar, bir də bağırsaq boşluqları. Həlqəvi qurdlardan olan həyat tərzi haqqında danışdıq ki, parazitlik də eləyirlər, daha çox yayılıqdır. Şirin suda, nə bilim, duzlu suda, hər yerdə torpağın altında yaşayırlar. Onların haqqında danışdıq, gəldik, nədən danışdıq? Həlqəvi qurdlardan danışdıq. Bildik ki, bu həlqəvi qurdların bədəni buğumlardır. Buğumlardan ibarətdir. Bunlarda qılçıqlar olur, ayaq hissəsində aşağıda qılçıqlar olur. Sonra danışdıq ki, bunlardan misal göstərdik. Qum qurdunu, bir də periyedi misal göstərdik. Bir də həlqəvi qurdların dərsin altındakı əzələlərdən danışdıq. Həm həlqəvi əzələlər olur, həm də uzunsov əzələlər olur. Bu əzələlər də hərəkət eləmək üçündür. Sonra zərlərdən danışdıq. Zərlərin bunlarda bılcıqlar yoxdur. Onlar ağız və arxa boşluq nəyi var? Soğurmacıqlar var. Onların sahəsindən əşyalardan tutur, onlardan hərəkət eləyirlər. Sonra bağırsaq boşluqlarının 2 dənə növündən danışdıq. Dedik, onların biri poliplərdir, biri də bağırsaq boşluq, nə deyirsəm, meduzalardır. Poliplər koloniya halında yaşayırlar, qorunmaq üçün, ov tutmaq üçün. Həm də ki, onların qolçuqları da yuxarıdadır, ağız hissəsi də yuxarıdadır. Onlar cisimlərə yapışırlar, hərəkətsiz pasiv həyat keçirirlər. Amma meduzalar hərəkətlidirlər. Həm suyun hər təbəqəsində yaşaya bilirlər. Onların ağız hissəsi də aşağıdadır. Sonra kolçaqları da aşağıdadır. Kolçaqlar o içindən çıxanlardır. Fikir verirsiniz ki, iç tərəfindən çıxanlardır. Bu bağırsaq boşluqları da bunun mədə-bağırsaq sisteminə görə adını elə qoyurlar. Və onlar da ki, reaktiv hərəkət edirlər. Bunu da bildik. Yadınızda qaldı? Bəli. Çətin deyil ki. O vaxt oxumuşdunuz, uşaqlar, etiraf edeyim mən. Mən sizin keçmişinizlə bağlı sizə heç nə itham eləyən deyiləm. Amil yəqin ki, oxumuş olar. Bu dərs oxumuşdum amma. Ramal, bəs sən? Oxumuşdum, amma heç nə başa düşmədim. Heç nə Mən başa bu 4 almışdım mən. 4 almışdın. Amma indi danışsan neçə alarsan? Tabii ki, mən danışmayacaqsa tabii də. Danışmayacaq. Sonra indi danışsan neçə alardın? Mən 5. 5 alardın. 4 lazım deyil axı. Daha siz mən uşağı hazırlayıramsa, o uşağa 5 almaq 5 almaq üçün hazırlamıram ki, zaten olsa 5 alarsınız. Mən sizi dərsi dərk edib, başa düşüb, birazdan yavaş-yavaş özünüz müstəqil dərs öyrənmə prinsipinə sahiblənmək üçün edirəm ki, dərsi başqalarına siz də başa sala bilərsiniz bir müddətdən sonra. Və sadəcə bunun üçün də məqsəd qoymaq lazımdır qarşısına ki, mən bu işləri görəcəm. Onu məqsəd qoysanız uşaqlar, onda istər-istəməz ona yol axtarasınız çatmaq üçün. Həmişə qarşınıza məqsəd qoyun. Sonra gəldik dərsimizin adı nədir uşaqlar? 4-ün 4-ü nədir? Onluqsuz heyvanlarda bədənlərin əsas hissələri buğum ayaqlı olur. Ay sağ ol. Onlara bax, uşaqlar, mən elə gəlir ki, artıq siz o birisi uşaqlara biologiyadan çatdınız. Elə deyil. Bəli. Çox qutardıq. Onlarla bərabər imtahanınızı verin, çıxsın getsin. Olsa tarixə girin. Ha, vaxt verəcək. Sabah axşam kim istəsə sabah axşam verəcək, 4-cü gün axşam. Kim istəsə də 6-cı gün verəcək. Amma səhər axşam bir yarım saat, bir saat dərsi soruşandan sonra keçəcəm tarixə. Vaxt gedir, tarix qalır. Tarix necə oraya keçəcək?
Baxaq, onurğasız heyvanlarda bədənin əsas hissələri boğumlardır. Boğum ayaqlılar. Uşaqlar, burada fikir verirsiniz. Bax, burada nə göstərir? Bir dənə şəkilə baxın, buradakı yuxarıdakı şəkillərə. Hə? Bitkilər. Nə yazıb orada? Burada nə yazıb uşaqlar? Oxuyun da, bir orada yazıb. Diaqramdan göründüyü kimi Boğum ayaqlılar yer üzündən ən çox müxtəlifliyi olan heyvan qrupudur. bəli. Deməli, boğum ayaqlılar ən çox növü olan heyvan qrupu. Bax, fikir verirsiniz. O sarı yer var, fikir verirsən. Sarı yer görürsən nə qədər böyükdür. Yəni, bu deyir ki, onun növləri çoxdur. Başa düşdün? Məsələn, bax, fikirdən bitkilərə bax. Gör, bitkilər nə qədərdir. Sonra bir hüceyrəli bakteriyalar nə qədərdir. Köbələklər nə qədərdir. Boğum ayaqlılardan başqa digər heyvanlar. Fikir verirsən, bütün heyvanlar bu qədər yer tutubdur. Amma bu boğum ayaqlılar gör nə qədər yer tutur. Yəni, təqribən bu bir 50% bu tutubdur. Gör, nə qədər növləri çoxdur. Həddən artıq növü çoxdur. Fikir verirsən. Hə? Həşəratlar çox olduğuna görə o boyda çoxdur. Növü çoxdur. Onun həşəratla bağlılığı yoxdur. Özü növü. Bax, burada göstərdir. Buna olsa əqrəb də bunlardandır, böcək də bunlardandır, qarışqa da bunlardandır, yengəş də bunlardandır, hörümçək də bunlardandır, milçək də bunlardandır, xərçəng də bunlardandır. Hamısı buradadır. Bax, hamısına fikir verir uşaqlar. Baş hissələrinə baxın bunların. Görürsünüz nə təridir? Baş hissəsindən, hamısının narıncı hissə baş hissədir. Görürsünüzmü? Hə? Baş quruluşlarına baxırsınız. Sonra da döş hissəsidir. Fikir verdiniz. Döş nə təridir? Döş başdan ayrıdır mı, bitişikdir mi? Var. Görürsən, bax, böcəkdə bitişikdir. Məsəl üçün, əqrəbdə döş hissəsi, o da ayrıdır. Qırxayaqda töv döşdür. Sonra qanadçıq yoxdur. Məsəl üçün, qarıncaq yoxdur. Məsəl üçün, xərçəngdə baş döş bitişikdir. Milçəkdə aralıdır. Hörümçəkdə baş döş görək nə qədərdir burada. Baş döş bitişikdir. Yəni, hərəsinin özünə bax, görsən, yelkəncisi də bitişikdir. Qarıncaq da ki, fikir versən, hərəsində bir cürdür. Fikir verirsiniz, məsələn, qırxayaqda yoxdur. Məsələn, o birisində hamısında var. Birində böyük, birində kiçik. Görürsün, uşaqlar, quruluş nətəri fərqli. Gəldi, burada su xərçənginə keçdi. Xərçəngə keçdi, uşaqlar. Xərçəngin quruluşuna baxırsınız. Boğum ayaqlıların suda yaşayan əsas nümayəndələri xərçəng kimilərdir. Deməli, bu nə deməlidir? Deməli, deyir ki, həm suda, həm quruda yaşayırlar. Amma ən çox suda yaşayan boğum ayaqlılar xərçənglərdir. Bunu bu Asiyada daha çox yeyirlər. Yaponlardır, Çinlilərdir, nə bilim, Vyetnamlılar. Bunlar da, Koreyalılar daha çox yeyirlər. Boğum ayaqların suda yaşayan əsas nümayəndələri xərçənglərdir. Yəni, biz onun boğum ayaqlılarını həm suda, həm quruda yaşayanları ayırırıq. Suda yaşayanları xərçənglərdir. Onlar çay xərçəngləri, yengəçlər, krevetkalar, omarlar və langustlardır. Bax, bunlarda necədir uşaqlar? Bədənləri baş, döş. Görsən, başla döş bitişikdir. Yazıb bir yerdə. Və aşağı qarıncıqdan ibarətdir. Fikir verdin? Hə, uşaqlar. Bu, qarıncaq, oraya bax, başla döşə bax, göyrəkdədir. Şəkil. Şəkil, Amil. Şəkilə bax. Gördün mü şəkilə? Hə? Baş, döş, göyrəkdə. Bitişikdir. Qarıncaq da aşağıdadır. Balaca ayaqları olan yer. Hissəsində yerləşən ətraf şəkildə sonra ibarətdir. Baş hissəsində yerləşən ətraflar şəklini dəyişərək ağız aparatlarına və adətən uzun bığcıqlara çevrilmişdir. Fikir verirsiniz, bax bunlara. Bığcıq hansıdır bununla? Göstərək, baxaq, görək bunda hansıdır? Bir ağız aparatıdır. Bir də ki, hə? Bunun ağız aparatını gördük. Ağız aparatına və adətən uzun bığcıqlara çevrilmişdir. Uzun bığcıq 2. Görürsünüz uzun bığcıqlara. Lap uzun, bir dənə belə şey var, uzun. Odur. Bir də yanındakı 3. 2 ilə 3. Gördünüz?
Və ağız aparatı 3-dür. Hə, tamam. Ağız aparatı ilə burada yazmaq lazımdır ana. Ağız aparat. Çünki uşaqlara dərs deyirəm, müştədən axtarılası deyil. Uzun bığcıq. Onun gözünü yazmayıblar. Lazım deyil də, nə indi bizə hamısında göz var. Göz bizə vacibdir ki, başda oradan göz harda olasıdır ki. Bizə əsas önəmli dəyişikliklər nədir? Onunla bağlı danışır. Hə, çay xərçənginin döş hissəsində 5 cüt buğumlu yerimə ayaqları vardır. Bax, burada ayaqlar, fikir versiniz uşaqlar. Ayaqlar hansıdır? 4. Bax, bu 4 ayaqdır. 4'ün üstə yazırıq ayaq. Sonra qarıncağın ön hissəsində yerləşən və şəklini dəyişmiş qarıncaq ayaqları hərəkətdə iştirak etmir. 4 cüt qarıncaq ayaqları üzməkdir. Deməli, 4 nədir? 5 cüt buğumaqlı yeni ayaqları yerə xərçəngin döş hissəsində. Bax, döş hansıdır? Baş döş. Döşdəki 1, 2, 3, 4 dənədir. 5 cüt buğumlu yerimə ayaqları yerləşir. Bu nə 5 yazıb daxı? Burada 4 yazıb, birinə 5 yazıb. Üzmə ayaqları 5'dir. 4 döş yerimə ayaqlarıdır. Hə, şəkil 4'ün yerini deyir. Hə, 4 dənədir. Sonra 1, 2, 3, 4. 1, 2, 3, 4. Sonra 4 cüt qarıncaq ayağı isə üzmə. Buraya işarə qoyuruq üzmə. Üzməyə xidmət edir. Ayaqları üzməyə xidmət edir. Axırıncı qarıncaq ayaqları quyruq pəri isə ilə 5 lövhəcikdən ibarət quyruq üzgəcinə əlavədir. Bax, bu da ki, axırıncı üzgəçdir. 5 də nədir? Üzmə. Üzgəc. Üzgəcidir. Deməli, bunun quruluşunu göstərdi uşaqlar. Bunun quruluşunu göstərdi. Ağız aparatıdır 3, uzun bığcıqdır 2, bu ayaqlar yerimədir, ardıcıl gedirəm. Aşağıdakılar balacalar üzmək üçündür, lap arxadakı da üzgəçdir. Balıqdakı ki var, bax balıqda. Balıqda belədir, amma bunda belədir. Bildiniz mi uşaqlar? Bu çay xərçəngini bildiniz? Suda, buğum ayaqların ən çox suda yaşayanı çay xərçəngidir. Bunların da adlarını deyir. Çay xərçəngləri, yengəçlər, krevetkalar, qomalar və langustlardır. Bunları dedi. Bunların da bədən quruluşunu dedi ki, bax, uzun bığcığı var, ağız aparatı var, 5 dənə ayağı var, 5 cütdür. Ondan sonra üzmə, 4 cüt də üzmə ayaqları var, üzmək üçündür, bir də ki, axırda üzgəci var. Bunu dedik qutardı. İndi bundan sonra keçdi hörümçəyə uşaqlar. Baxın, hörümçəklər görək nətərdir. Hörümçəklərin əksəriyyətinin quru mühitdə yaşar. Hamısı demək olar ki, çoxu quru mühitdədir. Əqrəblər, böyələr, gənələr, hörümçəklər bunu hər gün rast gəlir. Hörümçəklərin bədəni nətərdir uşaqlar? Başla döz bitişik. Fikir verdinizmi? Hə? Bəli. Bitişik. Bunda bitişikdir. Bax, bunda da başla döş. Yazıram buraya. Baş, döş. Bitişik. Buraya yazdım ki, başla döş bitişikdir. Baş hissəsində şəklini dəyişmiş ətraflar bir cüt xelisel və bir cüt pedipalit var. Bunu yazıb. Bunu yazıb da xelisel ilə pedipaliti yazıb. Xelisel. Qoy bunu elə yazım ki, görünsün. Pedipalp. Hə, deməli, bunlar da nəyə xidmət edir uşaqlar? Bu ətraflar əsasən müdafiə və qidalanmaya xidmət edir. Balacalar, gördünüz mü orada 2 dənə balaca var, ayaqlardan başqa, ağzının yanında. Amil, hara getdin? Amil. Ağzının ağzında balaca bir dənə 2 dənə şey var. Gördün mü onu? Hamısı ayaqdır.
Amma ağzının altında 2 dənə balaca şəklini dəyişmiş var. Fikir verdiniz ona? Bir. Bunlara deyirsən xeliset, bir də pedipalp. Fikir verdiniz? Ha? Bəli, mənim. Mənim ikisi də niyə ikisinin də adı fərqlidir? Nə təri? Mənim ikisi də eyni şeydir, mənim niyə ikisinin də fərqlidir? Mən nə bilim ay bala, qoy onu özləri qurtar. Biz onlara belə deyə bilərmi? Bizim dildə deyil ki, qoyublar da alimləri qoy. Orada mən biri uzundu, bir də bu gödəkdir. O xeliser o balaca olandı. Biri var ya mənim qarışqa boyda olan. Xeliser oldu. Ay sağ ol. Görsən şəkli balacadır, görmürük. 2 dənədir. Biri balacadır, biri böyükdür. Bax bu balacadır, bu da ki bax bu böyük. Pedipal böyükdür. Pedipal böyükdür. Başın işləyir hərdən görürsən, diqqətlə baxanda. Sonra uşaqlar, sonra nə deyir? Neçə ayaq? 1, 2, 3, 4 dənə, 4 cüt ayağı var. Fikir verirsiniz? Hə. Hər bir ayağın son buğumunda 3, bax aşağıda fikir verirsiniz. Bax bunun aşağısına fikir verirsiniz uşaqlar. 1, 2, 3. 3 ədəd nə var? Buğum. Ha? Ayağın aşağısında da, ha, ayaq gəlib lap aşağı hissəsində. Buğum var. Hər bir ayağın son buğumunda 3 caynaq var. Ucunda da caynaq var. Fikir verirsiniz uşaqlar. Ucu da caynaqdır. Caynaq var. Hörümçəklərin bədəni və ətrafları həssas tükçüklərlə örtüdür. Burada tükçük olur. Həmişə də tükçük var. Başa düşdünüz? Hə? Deməli uşaqlar, biz burada nəyə baxdıq? Biz burada xərçəngə baxdıq. Xərçəngin üstünə şəklini yazsanız sizə daha yaxşı çatacaq. Uzun bığcığı var, onu üstə yazarsınız. Şəkili. Yaxşı mı yazmırsınızsa yazarsınız. Uzun bığcıq, sonra ağız aparatı var, üzümə ayaqları var. Üzümə ayaqları aşağıdakıdır, amma yermə ayaqları yuxarıdakıdır. Bir də üzgəci var axırda. Bax bunu yaz, kitabın üstə şəkildə qıraqda yaz. Sonra da gəldik hörümçəyə keçdik. Hörümçəyin başla döş bitişikdir. 2 dənə ağız ayaq şəklini dəyişmiş ağız ətrafında hissələr var. Buna deyilir xeliser, birinə də dedilər pedipalt. Bax, bunlar qidanı tutmaq, özünü müdafiə eləmək üçündür. Ayaqlarını da qutaracağında 3 cüt buğum, 3 buğum var, 4 cüt ayaqları var. Ayaqlarının da ucunda caynaqlar var, bədəni də tüklə örtülüdür. Uşaqlar, yadınızda qaldı? Bəli. Onun şəklini yazsanız daha yaxşı yadınızda qalacaq. Sonra gəldik, həşəratlara girdik. Uşaqlar, həşəratda nələr var? Mənim həşəratda tarantul var, qaraqurt var. Hamısından var, gördünüz? Baxaq görək bunlar nədirlər. Deyək ki, həşəratlar dünyanın hər yerində həşərata rast gəlmək olar. Bəziləri hətta dənizlərdə yaşamağa uyğunlaşır. Təsəvvür etsin uşaqlar. Dənizlərdə belə var həşərat. Bəzi həşəratlara isə insanların yaşayış məskənlərində rast gəlmək olur. Evimizin içinə qədər gedib giriyor. Milçəyidir, nə bilim pitidir, nə bilim sirkəsidir, arısıdır, hər şey var. Nə istəyirsən, ağca qanatdır, nə deyirsən var. Yer üzündə canlıların müxtəlifliyi baxımından həşəratlar üstünlük təşkil edir. Deməli, ən çox canlı hansılardır? Həşəratlardır. Onları böcəklər, birələr, kəpənəklər, cırcıramalar, çəyirtkələr, milçəklər, arılar, qarışqalar. Qarışqaların vəhşi sayı sambalı yoxdur. Qarışqalar aiddir. Həşəratların bədəni necədir uşaqlar? Uşaqlar, burada nə oldu artıq? Bədənlə döşün arasına bitişik qoydu, yoxsa tre qoydu, yoxsa vergül qoydu? Mən hansında? Ay bala, oxu mənlə bərabər gidin da, ha? Həşəratların bədəni. Vergül qoydum. Nə deməkdir o vergül? Buna başla döş ayrıdır. Yox, başla döş ayrıdır. Görün, bax burada ayrı. Gördünüz? Buraya yazsan baş, aşağı yazsan döş. Gördün, ayrıdır. Baş ayrı, döş ayrı. Ayrı. Qarıncıqdan ibarətdir. Bir də qarıncıq. Gördünüz aşağı. Baş 1, qarıncıq 2, döş 2, qarıncıq da 3. Ayrıdır. Başqa bir başda bir cüt bığcıq yerləşir. Hanı bunun bığcığı? Uşaqlar, bığcığı gördünüz? Bax, bir cüt bığcıq yerləşir.
Bığcığı var. Bəli, mən gördüm. Bığcıqlar müxtəlif qıcıqları qəbul edirlər. Bunlar qıcıq qəbul eləmək üçündür. Qidalanma xüsusiyyətlərindən asılı olaraq ağız orqanlarının quruluşu müxtəlifdir. 4 hissədə 3 cüt yerimi ayağı və adətən döşdə 3 dənə ayaq var. Fikir verdin uşaqlar, gəlib göstəribdir. Ha, tana bax. Birinci, ikinci cüt ayaq. Görək bu hardadır. Biri də bu tərəfdə göstərib. Bu ayaqdır. Bu da üçüncü dənə. 3 dənə ayağı var. Fikir verdin uşaqlar. Şeydə nə qədər idi? Hörümçəkdə neçə dənə ayaq var idi? Neçə cüt? Say. 3 Say. 6 cüt. 4 cütdür. Bir tane Elə bil ki, azal-azal gəlibdir. Burada neçə cütdür uşaqlar? Xərçəngdə. Xərçəngdə Sayın. Göy Beş yerdəki cüt. ayaqları sayın. 1, 2, 3, 4, 5 dənədir. Başa düşdünüz? Xərçəngdə 5 cüt ayaqdır. Hörümçəkdə 4 cütdür. Amma bu həşəratlarda görsən bu göstərir. 3 cütdür ayaq. Gəldi icazalı. Fikir verdinizmi uşaq? Hə? Bəli. Hə. Qidalanma xüsusiyyətlərindən asılı olaraq ağız orqanlarının quruluşu da müxtəlifdir. Döş hissəsində 3 cüt yerimi ayağı və adətən 2 cüt qanat var. Qanada fikir versən uşaqlar, 2 dənə qanat 2 cütdür. İkisi burada, ikisi burada. Uşaqlar, bundan qabaqçılarda qanat var idi? Xeyr. Yox. Görürsünüz? Bunda qanat var. Həşəratlarda qanat var. Təbiətdə qanadsız və 2 qanatlı həşərata da rast gəlmək olur. Deməli, həm qanadsızı var, həm də 2 qanatlısı var, həm də qanadsızı da var. Həşəratların ayaqları yaşayış tərzi ilə əlaqədar olaraq müxtəlif formalarda olur. Qanatları quruluşuna görə tor şəkilli, pərdə şəkilli və sərt, yarım sərt olur. Başa düşdünüz? Yəni görsən, qanatları da formasındadır. Uşaqlar, çətindir bu dərs. Ardıcıl gəlirik. Adı buğum ayaqlılardır. Say müxtəlifliyinə görə dünyada bütün canlıların yarıdan çoxunu bunlar tuturlar. Birinci suda yaşayanlardan danışdıq, xərçəngdən danışdıq. Xərçəngin birinci uzun sol bığcığından danışdıq. Sonra onun ağız nədir bu? Ağız aparatından danışdıq. Bunda baş, döş, bitişikdir. Bir də qarıncıq var. Ondan sonra burada üzmə ayaqları da var, yerimə ayaqları var. 5 cüt yerimə ayaqlarıdır. Sonra üzmə ayaqları da var. Sonra üzmə ayaqlarından sonra üzgərci də var. Bunun haqqında danışdıq. Bu qədər. Ondan sonra gəldik hörümçəyə. Keçdik hörümçəyin əksəriyyəti quru mühitdə yaşayır. Bunlara aiddir əqrəblər, bövələr, gənələr, hörümçəklər və s. Bunların bədəni yenə də baş döş bitişikdir. Bir də qarıncıq var. Baş hissədə 2 dənə şəklini dəyişmiş xeluser və pedipalt var. Və bunlar da onun özünü qorumasına və qıda tutmasına. Yəni şəklini dəyişib də. O birisilərdə görsən bu əsas rol oynayır. Xüsusi olaraq ona görə deyir ki, uşaqlar, bunda başqa canlılardan fərqli olaraq da bir funksiyası var. Başa düşdünüz? Ona görə deyir. Və burada da bunun 4 cüt ayaqları var. Ayaqların aşağı hissəsində 3 cür buğum var. Bir də caynaq var. Bədəndə tüklə örtülür. Diqqətlə qulaq asın mənə. Məndən sonra tez-tezdə görə mən nə dedim burada Ramal? Hörümçək. Mikrofon bağlıdır. Ramal, səsini də aç. Burada dediniz ki, hörümçəyin 4 cüt ayağı var. Aha. Mən hörümçək quru mühitdə yaşayıram. Sonra başla döşü. Mən bitişik. Sonra bədəni tüklüdürmü? Bəli, mən tükürüm. Ayağında neçə cüt bu? Ayağında nə var? Buğum nə qədərdir ayağında? Ayağımda
3 buğum var. Görsən adıma qulaq asmırsan. 3 dəfə demişəm ayran var. Fikrin hardadır bilmirəm. Qulaq assan nə olar adama? Ayağının ucunda nə var Amil? Mənim ayağımın ucunda qarıncıq var. Sənin qarıncığına nə qıraq? Nə qarıncıq? Ayağının ucunda qarıncıq mı olur, hə? Yox, buğum var. Ay 3 dənə buğum var. Buğunda üstündə caynaq var. Heç olmasa kitaba yazın mən dediyimi. Karandaşla. Ardıcıl deyin onu. Bütün mənə deyin. Buradan deyin görün burada nə var. Birinci şəklini yazın oraya. Lap birinciyə yazın. 2'ye yazın uzun bığcıq. Xərçəngə tez karandaşla. Tez. Vaxt yoxdur. Mən birincidə qısa bığcıq. Bir dənə uzun bığcığı yaz geçsin. Yazırsan yaz onu da yaz. Çünkü bize əsas olanları deyirik. Yazdı mı? Uzun bığcıq ağız aparatı. Yazdınız mı? Sonra 4 tane ayak yaz. 4 ayak aparatı. Bir de aşağıda da döş yerime ayaklarıdır. Neçədir 4? 4 şeydir. Döş yerime ayaklarıdır. 4 nömrəli. Aşağıdakı da o balaca ayaklarda. Qarıncıq üzüm ayaklarıdır. Yazdınız? Hamısını üstə yazın. Ha? Yazdım. Burada baş döş yazılıbdır. Oraya yazın, yanına yazın bitişik. Yazdınız mı? Karandaşla. Geçin aşağı şəklə. Ağzında nələr var? Xeluser var. Da pedipalp. Hə, pedipalp onu da yazın. Tez. Yazdın? Sonra baş döş oraya yaz bitişik. Baş döş yazıyoruz bitişik. Yazdınız mı? Evet. Sonra ayaklara yazın ki 3 buğum. Yazdık. Ayakların da aşağısına yazın caynaq. Ne yazdırdım? Şimdi bana deyin görün mən sizə nə yazdırdım. Mən deyim. Xərçəngi səbzə o birisində hörümçəyi də o birisi deyər. Ramal de. Xərçəngi. Ha. Xərçəngi orada yazdınız ki, ağız aparatı, bığdı. Sonra nə var? Sonra 4 ayaq. Yerime ayaklar. Sonra Yerime ayaklardı o. 20 ayaqlar 4'dür. Sonra bədən gövdə bitişikdir. Bitti. Sonra ne yazdın? Sonraki ayaklar ne ayaklar? Sonraki ayaqlar Yüzme ayaklarıdır. Yazmışsın. Yaz. Yüzme ayakları. yazdım. Sonra ne yazsın orada? Ne qeyd edilirsən Özgə? Mən bunları eləmişim. Axırda üzgəç var axı. Üzgəç lap ayaqdakı üzgəçdir. O balaca ayaq olanları üzgəçdim mən. Ay. O balaca ayaqları var ya axırda. Qocuq ayaq. Üzgəçlər. Tamam, indi sən hörümçəyi danış görüm. Ay.
Mən hörümçəkdə mənim 3 dənə buğum ayaqları var. Aha. Caynaqları var. Baş döş hissəsi pişikdir. Aha. Mən hörümçək mənimə tüklüdür. Sonra. Sonra yermə ayaqları var. Aha. Başına döşdə pişikdir. Bir də Bildin xeyli Mən orada pedipalp var. Mən qidanı qəbul eləmək üçündür. Artı bir de korunmak için. Sonra keçdik bu tarafa. Burada neler var bak. Burada da görüm həşəratlar başla döş bitişlikdir yoxsa ayrıdır? Mən deyim, mən Ayrıdır. Yazmışsın. Neçə Ayrı. tane şeydir? Ayaqları neçə cüt ayaqları var? 3 cüt. Qanatlar neçə cütdür? 2 cüt. 2 cütdə qanatları var. Yəni bunları oxuyacaqsınız. Baş döş ayrıdır. Bığcıqları var. Nə görürsünüz onları da deyəcəksiniz. O müxtər bığcıq nədir? Bığcıq nədən ötəridir? Bığcıq qıcıq qəbul eləyir. Qıcıq qəbul eləyir. Sonra yermə ayaqlar var. 3 cüt yermə ayaqlar var. Sonra 2 cüt qanatları var. Bunlar fərqli olur. Yəni 2 qanatlısı, qanatsızı da ola bilir. Və bunu da öyrəndik. Çoxla bir də onurğasız heyvanların bədən bu mollusklarda oxuyaq, bundan tutardı. Bundan mənə elə gəlir ki, siz bu ekoloji amillər yadınızdadır uşaqlar? Siz olma iştirak edirsiniz yoxsa yox? Təbii yaşayış mühitində iştirak edirsiniz. Bəli. Ekoloji amillər də hasandır. Deyəcəm onu elə bir çətin şeydir. Yəni qısa başa salacağım ondan gedəcəkdir. Ona hamısını keçəcəm. Uşaqlar, bu dərsin adı nə oldu? Yaxşı mənə deyin görüm. 4-ün 5-inin adı nə oldu? Onurğasız heyvanlarda bədənin əsas hissələri mollusklar. Ay sağ ol. Yəni deməli bədən quruluşundan danışırıq, mollusklardan danışırıq. Bundan qabaqkının bədənində əsas nəyi nəzərdə tutdular? Adı nə idi onların? Bundan qabaqki. Onurğalı. Ay yox onurğasız. İndi danışdınız. Hörümçəklər. Onlarda əsas nəyi nəzərdə tutdular? Dərsin başlanğıcına baxın görün nəyi nəzərdə tutdular. Bədən hissələrini. 4-ün 4-də. Onurğasız heyvanlarda bədən hissələri. Hamısında eyni sözü deyir. Axırda nəyi deyir? Buğum ayaqları. Buğum ayaqlılar hamısının ayağındakı buğumdan danışdı. Başa düşdün? Hamısının ayağında buğum var. Başa düşdünüz uşaqlar? Bundan qabaqki onurğasız heyvanlarda nəyi nəzərdə tutdu? Həlqəvi qurtları nəzərdə tutdu. Bir də bağırsaq boşluqları. Başa düşdünüz? Orada 5 var. Həlqəvi qurtlar, boşluqlar, hamısının ümumi bir ortağı var. Ortağı nəzərdə tutur. Bunların hamısının ayağında buğum var. Bunlar deyir ki, bunların hamısı həlqə-həlqədir. Bax belə. Başa düşdün? Oxşar bir xüsusiyyətin altında yerləşdirir. Bundan sonra dedi həlqəvi qurtlardır. İkincisi bağırsaq boşluqlardır. Bunlar dedi ki, buğum ayaqlar. Bunların ayağında buğum var. Burada da mollusklar dedi. Molluskların da onlardan fərqi var. Fərqi olmasa para bu dərsin içinə soxardı. Başa düşdün uşaqlar? Deməli, bunun onlardan fərqi var. Bunun fərqi nədir? Burada görürsən çanaq sözünü yazıbdır. Bunların üstündə bir çanaq var. Burada nədən danışır uşaqlar? Mollusklar dənizdə, su üzərində. Bu da mollusklar suda, quruda, hər yerdə yaşayırlar. Uşaqlar, bunların ayaqlarının olmamağı səncə? Bax, bunlar nə olur? Ayaqların güclü olmağı, suda belə üzgəci olmağı, onların sürətli hərəkət eləməyinə yaradır. Amma buna belə baxırsan ki, bunların elə çanağı varsa, bax, görürsən, tısbağada da çanaq var uşaqlar. Hansında çanaq varsa, sürəti çox zəif olur. Söhbət çanaqdan getmir. Yəni, zəif hərəkət elədiyi üçün çanaq onu qoruyur çox vaxt. Bax, burada fikir versin uşaqlar. Onlar necədir? Az hərəkətlidirlər. Bunun az hərəkətli, bunu nəzərə alın. Az hərəkətli. Bunu yazdım buraya. Bəziləri də suda üzərək fəal hərəkət edir. Amma bəziləri fəaldır. Fəaldır. Bunu görəcək hansıdır fəal olanlar. Uşaqlar şeylərə bax. 8 ayaqlılara bax.
Sonra kalmanlara bax. Şəkil 20-də. Baxdınız mı uşaqlar 20-ci səhifədə? Bəli müəllim. Baxın bu şey kalma 8 ayaklıyı tanıyırsınız, görürsünüz dənizdə heç. Baxırsınız mı videolarınıza da. Mənim nəyim müəllim? Bu şəkil var ya 8 ayaqlılar. Ben bakmışım. Bax kalma. Görürsən heç orada çanaq yoxdur. Amma bax məsələn onlar çox suda sürətlidirlər. Fikir versən uşaqlar. Bax bu Pantulis da var. Bax bu da şeydir. Pantulis. Bu da suda sürət. Nautilus. O da Nautilus. çanağı yoxdur onların. Deyir ki, bəzi molluskların başı və ayağı olmur. Bax, fikir versən uşaqlar, bu şəkilə bax. Bunun nə başı var, nə də ayağı var. Görürsən? Bəli. Hə? Baş, ayaq yoxdur. Fikir verdin? Sonra, əksər molluskların bədənləri xaricdən kirəç, çanaqla əhatə olunur. Fikir verdiniz buna kirəç. Çanaq. Çanaq onları əlverişsiz təsirlərdən qoruyur. Fikir verdiniz? Deməli, biz burada nədən danışdıq uşaqlar? Mollusklardan danışdıq. Deməli, mollusklar həm suda, su hövzələrində, bəziləri isə qurda da yaşayan olurlar. Az hərəkətli olurlar. Çanaqla nə tər hərəkət edəcək? O boyda ağır çanaqla qaçmayacaq. Az hərəkətli olurlar. Bəziləri də suda fəal hərəkət edir. Onu 8 ayaqlıyı göstərdik. Yanındakı digərlərini göstərdik. Bunların fikir verirsən çoxunun başı ayağı olmur. Yuxarıdakı şəkilə baxırsan içində bir var olan. Heç onun nə başı var, nə ayağı var. Fikir verdiniz? Baş ayaq yoxdur. Hamısında üstündə çanaq var. Bərk, əksəriyyətin üzərində çanaq var. Bərkimiş çanaq var. Kirəç. Bu da onlar əlverişsiz şəraitdən qoruyur. Deməli, de görün mən nə danışdım? Ramal. Mollusklar haqqında nə danışdım? Buydu. Mollusklar haqqında mən az hərəkətli olurlar. Mən bəzən kirə çanaqla əhatə olunmuşdur. Sonra o baxır orada nə var? Baş ayağı yoxdur çoxunda. Çoxunun baş ayağı olmur. Amma bəziləri də hərəkətlidir. 8 ayaqlılar kimi. Hə. Bu çanaq da onları qoruyur. Sonra gələk bu tərəfə görək. Bu nədir? Bu iki taylı mollusklar nədir? Uşaqlar buna fikir verirsiniz. Buna baxın uşaqlar. 2 dənə olanlara fikir verirsiniz mi? Hə? Ortada anadonta, bir də media. Gördünüz? Hə? Bəli. Hə. Hə. Bu mollusklar az hərəkətli və hərəkətsiz olurlar. Bax bunlar. İki taylı molluskları deyir. Bax bunlar. Qoşalıdır, 2 taylıdır. Onların 2 taydan ibarət çanaq olur. Yəni onlarda çanaq bir dənədir, amma bunda 2 dənədir. Gövdədən və ayaqdan ibarət bədənləri çanaq daxilində yerləşir. Görürsən heç görünmür onların nə gövdələri, nə ayaqları görünmür. Çanağın içində yerləşir. Burada anadontada göstəribdir. Çanağın tayları xaricdən bağ vasitəsilə birləşir. Bunlar bir-birinə elə bir ki, kəndirlə birləşir. İkisi bir-birinə. Güclü daxili ön və arxa əzələlər tərəfindən bağlanırlar. Yəni əzələləri möhkəm olur, bir-birinə bağlanan əzələlər. Çanaq qarnın hissəsindən aralanır və bundan bayıra çıxan tək ayağın köməyi ilə anadonla suyun dibi ilə zəif yerdəyişmə edir. Yəni burada deyir ki, nə tər yeridiyini göstərir. Deyir ki, çanaq qarnından aralanır, qanın nədir? Çanaq qarın hissədən ayrılır, aralanır. Və bununla da yavaş-yavaş o hərəkət edir. Deməli, uşaqlar biz burada nədən keçdik? Hə? 2 taylıdan. Adı nə oldu? 2 taylı mollusklar. Yəni adınla qoydu. 2 dənə tay olduğu üçün adını qoydu. 2 taylı molluska qoydu. Bunların gövdə və ayaqları molluskların altında yerləşir. Özləri də bir-birinə bir bağ vasitəsindən birləşir və möhkəm bir əzələdir də o da.
O da çanaq qarın hissəsindən ayrılaraq yer dəyişmə eləyir. Bunu bildik. De görəm Amin, bunu danış, burada nə təhər oldu? Mən burada moleküllər, müəllimə, iki taylı moleküllər az hərəkətli və ya hərəkətsiz həyat sürürlər. Mənim yəni ki, zəifdirlər də müəllimə. Orada neçə tay olur onlarda? Ola çanaq neçə dənədir? Mən bunlarda 2 dənədir, 2 dənə çanaqlar. Aralarını nə birləşdirir onların? Mən onlar aralarında Məhəmməd çanaq. Ay çanaq nətər birləşir? Çanaq daş kimi orada durubdur. O çanaqları birbirine birləşdirən var. Yoxsa və bədənlərdə çanaq daxilində. Orada bir bağ var, bağ birləşdirir. Bax, bağ vasitəsilə birləşdirir. Gördün mü? Bəli, müəllimə. Bir də Adonta çanağının tayları xaricindən bağ vasitəsilə yerləşir. Tək ayağın köməyi ilə Adontada yerləşmir ay qardaş. Sana sual verirəm. Qayıdıb bir də deyirsən bir də. Kitab oxuma. Dediyimə diqqətlə qulaq as, bir məntiqlə öyrən. Dediyim sözə sən bir dənə mənə diqqətlə qulaq asanda qabağa gedəcəksən. Sən mənə diqqətlə qulaq asmazsan irəli gedə bilməyəcəksən. Məndən nəsə kitabı oxumaq demək lazım deyil. Dediyimi başa düşüb onu orada axtarıb demək lazımdır. Ya da mənə qulaq asıb oradan öyrənmək lazımdır. Sonra şeydən deyirik. Baş ayaqlı mollusklardan danışaq. Suda fəal üzən, bax görsən aşağıdakılar budur. 8 ayaqlılardır, kalmardır budur. Pauntlusdur, 8 ayaqlılardır. Deyir ki, suda fəal üzən yırtıcı heyvanlardır. Baş hissəsində qolçuqlarla çevrilmiş ayaqları olduğu üçün baş ayaqlılar deyir. Yəni baş ayaqdır bunlar. Başa düşürsən? Adamın deyir ayaq baş. Baş ayaqlılardır. Yəni başında ayaqlar var. Qolçuqlar şikarın tutulmasında və saxlanılmasında iştirak edir. Baş ayaqlı mollusklara yalnız duzlu su hövzələrində rast gəlmək olur. Onların bədəni şirəli, sürətli hərəkətə uyğunlaşmışdır. Bədənindən suyun xaricə vurulması nəticəsində yaranan itələmə qüvvəsinə nə deyirlər uşaqlar? Gəldik, yəni bu hansı hərəkətdən eləyir? Bu da reaktiv hərəkət eləyir. Əksəriyyətində xarici çanaqlar olmur. Dərinin altında buynuz maddədən ibarət lövhə şəkildə daxili çanaq vardır. Deməli, dərinin altında nə var? Çanaq var. Şəkildə ibarət lövhə şəkildə daxili çanaq olur. Yalnız Nautiluslarda xarici çanaqlara rast gəlmir. Nautilus butana bax göründü. Bir dənə bunda xarici çanaq var. Bu da rahat hərəkət eləyə bilir. Bu da üzə bilir. 3 dənəsidir. Kalmardır, Nautilusdur, bir də 8 ayaqlılar. Bunlara deyirlər baş ayaqlılar. Başa düşdünüz? Deməli, uşaqlar, biz onurğasız heyvanların neçə dənə dərs keçdik? 3 dənə dərs keçdik. Onurğasız heyvanlardan danışdıq nə? Həlqəvi qurtlar, bağırsaq qurtlar. Dərs çıxanda. Nə idi mənim? İkinci dərsin adı nə idi? Buğum ayaqlılar. Buğum ayaqları mı? Bir də mollusklar. Deməli, biz bu bölmədə 2 dənə bölmə keçdik. Çətin deyil ki, uşaqlar. Bir nə keçdik? Bir dənə onurğalı heyvanlar keçdik. Bir də onurğasız heyvanlar keçdik. Onurğalı heyvanlarda, onurğalı heyvanların xarici bədən örtüyünü keçdik. Bir də bədən quruluşunu keçdik. 5 dənə yerə böldük. 5 dənə onurğalı heyvanlar, 5-ini də 2 yerə böldük. İstiqanlı, soyuqqanlı. Bir onların xarici bədən örtüyünün funksiyasını keçdik. Xaricdən qoruyur, zərərdən qoruyur, nəmdən qoruyur, istidən qoruyur. Ondan sonra mikroblardan, parazitlərdən qoruyur. Sonra da quruluşlarını danışdıq ki, balıqda qəlsəmədə vəzləri var. Amfibində vəz var, nəmli dəridir. Sürünənlərdə buynuzlaşmış pulcuqlardır, nəm yoxdur. Nə deyirsən? Vəzləri yoxdur. Ondan sonra quşlardan danışdıq ki, nədir? Məməlilərdən danışdıq, nədir? Sonra da quruluşlarını danışdıq. Balıqların baş, gövdə, bədən necədir? Üzgəçlər nəyə xidmət edir? Qurbağadan danışdıq. Baş, gövdə, bədən varmı, yoxmu? Hamısını bir-bir danışdıq. Məməliləri, quşları, obrisləri. Bununla da onurğalı heyvanlar qutardı. Sonra da gəldik onurğasız heyvanlardan danışdıq. Çox çətin deyil ki. Başqa dərs keçməyim, siz yorularsınız.
Siz bu sualları versəm, onda siz hansı günə? Yəqin ki, 6-cı günə hazırlayarsınız, yoxsa necə? Sabah akşamı da hazırlayayım. Nədir, Rama, sən nəsə dedin? Ben sabah akşama da hazır ederim. O sizin görüm də ki, sizin hünərinizə baxın. Ondan sonra Mən bir kimi. yox, uşaqlar, bütün kitabın suallarını hazırlayıb verəcəm. Nə var ki, burada təbii yaşayış mühitini bilirsiniz. Çox da çətin suallara salmayacağım. Hamısını bilirsiniz zaten. Dünən də axşam uşaqlara izah verdim. Siz dərsdə yox idiniz. Mən bütün kitab danışacaq sizə. Bütün kitabların suallarını verə bilərsiniz. Ya da istəyirsiniz səhər axşama bu ikisini hazırlayın. Baxın nə tərsirsiniz. 4-cü gündən də qalan hissəsini hazırlayın. Mən özümüz hazırlasaq olar Yox, sualları. sualları mən verəcəm. Sən sualları keçən il yaxşı hazırlamadın. Gedib formula hazırlamışdın, amma əsas turşuduz haqqında o qədər də lazım fikirləri yazmamışdın. 5 dənə formula hazırlamışdım, amma 15 dənə də sual var idi başqa. Qardaş, düzgün hazırlamamışdın. Mən də başqa cür sual verəcəm də, elə sual verməyəcəm. Axı sən onu axtarıb tapasın oradan. Sən verdiyi yazdığın sual məni qaniləmədi. Oturdun formulaları əzbərlədin, mənə dedim. Bu demək deyil axı. Mən avtomatik onu itiraz. Göydə tutdum ki, suallar normal sual deyil. O sənin bilgin üçün yetərli deyil. Uşaqlar, bir dənə bu dərsi, bu şeyi bilirsiniz də uşaqlar. Bir dənə burada şey var. Abiotik var. Bir də biotik var. Abiotiklə biotiki mən sizə elə sual verəcəm. Qısa konkret nədir? Abiotik cansız amillərdir. Məsələ işıqdır, temperaturdur, rütubətdir, torpaqdır, atmosferdir. Orqanizmlərə necə təsir göstərir? Buna deyirlər abiotik amillər. Cansızlar. Başa düşdünüz? Bir də uşaqlar burada biotik amillər var. Biotik amillərdə nə deməkdir? Kim kimdən nə tər qidalanır? Məsəl üçün burada mutalizm var. Uşaqlar, həşərət gəlib, məsələn, arı gəlib çiçəyin içinə qonur. Çiçəyin içinə qonanda bilirsən nə eləyir uşaqlar? Oradan neştər götürür. Bal hazırlayır. Çiçək də nə eləyir? Çiçəyin, buna bu şəkilə baxın uşaqlar. Bu şəkilə. Buna baxın. Bu şəkil nə demək? O demək ki, o tozcuqlarını götürüb aparıb şey eləyir. Başqa çiçəklərin tozlandırır ki, orada meyvə mələ gəlsin. Başa düşdünüzmü? Hə? Bunların belə bir xüsusiyyəti var. Quşlar, çiçəklər uzaqdan onlara elə bilir ki, elektromaqnit dalğalar var orada. Çiçəklər uzaqdan o arılara deyir ki, məndə toz var yoxsa yox. Arı onu hiss edir. Arı o çiçəyə getmir. Gedir, hasında toz qalırsa ona gedir. Bədəni də toza bulaşır, gedir başqa çiçəyi tozlandırır. Buna deyirlər ki, hər ikisi faydalanır. Buna deyirlər ki, mutualizm. Yəni, türk sözünü yadınızda saxlayın, mutlu. Hər ikisi mutlu olur. Başa düşdünüz? Çiçək də tozlanır, arı da oradan bal öz üçün, istehsal eləmək üçün oradan şirə çəkir. Komünisializm nə tərdir uşaqlar? Məsələn, bir tərəf üçün faydası var, digər üçün heç bir faydası yox. Məsəl üçün, atlar gedir ot yeməyə də. Atlar ot yeməyə gedəndə quyruğuna çoxlu tikən yapışır. O tikənin də içində çoxlu tükülər olur. Toxumlar olur. O tırğanadır, odur, budur, hamısı bunun quyruğuna yapışır. Başqa yerə gedəndə o tırğan orada düşür. Orada düşəndə o toxumlar gedir başqa yerdə bitir. Başa düşdünüz? Buna deyirlər komensalizm. Başa düşdünüz? Yəni, at üçün onun heç bir faydası yoxdur. Amma o tırğana üçün faydası var. O gedib başqa yerdə bitir. Bir də var parazitizm. Parazitizm nədir uşaqlar? Parazit nə demək? Parazitlik. Asal, tutaq ki, bax, mənim başımda bir pit var da, parazitli cücüdür. Onun mənə nə xeyri var? Mənə xeyri yoxdur. O parazit deyil, mənə ziyandır. Amma o pit üçün xeyri var. Məsəl. Başa düşdünüz?
Parazit bir bədənə düşür də. Gedir məsələn bir parazit deyilir bir bitkidə bu canlı. Amma canlıya ziyanlıq verir, amma özü xeyir görür. Bax gördünüz? Bax bu bu biotik amil bu deməkdir. 3 dənə əsas biotik amil var. Amma abiotik amillər başqa amillərdir. Yəni onlarda canlı yoxdur. Onlarda rütubətdir, temperaturdur, işıqdır, torpaqdır, belə şeylər. Onda biz belə eləyək də uşaqlar. Mən sizə 4-cü gün bu bölümü verəcəm. Vereyim. 4-cü bölümü. 4-cü bölümə qədər yoxsa məmə? Şeydir də uşaqlar, heyvanların bədən örtükləri və bədən quruluşları. Onları soruşuram sizdən 4-cü gün axşam ya sabah. Mən bir də 4-cü bölümə qədər də. Hə də, Ayvanım, 4-cü bölüm axıra qədər. Səhifə 24-ə qədər. Hə? Olsun mu? Olar? Olsun məmə. Mən sonra deməm. Obsi bölmə deyərik. Mən adacağım, gələn həftədə də obsi bölmə deyərik. Ya gələn həftə yox, 6-cı gün qurtarmalısan. Keçmişim, onu başa salaram. Onu da sabah da yenə belə bir dəfə başa salacağım. Sabah bunu təhvil verin, sualları hazırlayıb göndərirəm indi. Sabah da gün axşam tarix dərsinə başa salacağım. Uşaqlardan bəzilərindən soruşacağım. Tarix dərsinə girəcəyik. Amma belə nədir uşaqlar? Bugün axşam tarix dərsi başa salacağım. Olan bəzilərindən dərs soruşacağım, tarix dərsi başa salacağım. Mən sabah olacaq da imtahan. Ha, səhər axşam olacaq. Sabah səhər səhərsiz olacaqdı. Sabah axşam olacaq. Hə, sabah bizə tez. Səhər tezdən olacaq. 2 dənə dərsdir, nə var ki, başa salmışam da. Çoxu yadınızdadır bu da. Keçək tarixə keçək uşaqlar. Tarix də çox maraqlıdır. Tarixə keçək. Tariximizi qutaraq. Ayın 1-dən tam dərslərimizi təhvil verək. Mən sizi sentyabrın 1-nə hazırlamaq istəyirəm. Sentyabrın 1-nə tam ürəyin istəyən qədər yaxşı mənada. Həm riyaziyyat, həm Azərbaycan dili, həm ingilis dili yaxşı mənada siz bilməlisiniz. Onların da uşaqlarımız keçsin, onların da üstündə olacaq. Onların da üstündə olacaq. Azərbaycan dili riyaziyyatda nə tərsiniz Azərbaycan dili riyaziyyatda? Mən biləm belə də inanmıram ki, çox da yüksək olasınız. Çünki bayramı da görürəm. Bayram da biraz narahatlıq edir. Yaxşı deyil bayramda da vəziyyət. Biraz az dilindən müsəməliyim. Nətəri? Az dinləməliyim. Azərbaycan dilinə zəifliyin var. Səndə? Amil, səndə? Mən də biraz Azərbaycan dilini yaxşı bilirəm, amma riyaziyyat və ingilis dilini zəifliyin. Ramal, səndə? Məndə biraz Azərbaycan zəiflik var, yoxsa? Keçək də, yayda keçək uşaqlar. Nədir ki, uşaqlar elə belə onlar dərsi məşğələlərə gediblər, onların savadı var, olimpiyadalara zada gediblər. Nə də sizin valideynlərinizə naqışqa düşməsin, keçək sizə də. Tamam, Amil, maman gəldi mi? Xeyr, mən gəlməyibdir. Tamam, onda telefonla zəng çalarım. Sən gedə bilərsən, Raman, sən maman gəlsin, sən mamanla danışacağım, o olsun da. Görməkdə sən istəyiblər. Amil, sən gedə bilərsən. Sağ ol, məmə. Mamanla danışacağım. Amil, maman yaxındadırsa gəlsin. Ramal.
Çöldə də gəl. Tamam.